Değerli Azərbaycan xalqımızı İstanbuldan sevgiyle salamlayıram. Mən Azərbaycan Respublikasının əməkdar artisti, piyanist, dirijor və bəstəkar Turan Manavzadə. Bizlər daim etdiyimiz konsertlər və proyektlərimizlə Azərbaycanı hər yerdə layiqincə təmsil etməyə çalışırıq. Mən sizlərin yeni ilinizi təbrik edirəm və gözəlliklər arzu edirəm. Eyni zamanda dünya Azərbaycanlılarımızın həmrəylik gününü təbrik edirəm və Qarabağ zəfərimizin 5-ci il dönümü də hamımıza qutlu olsun. İstanbuldan sevgilər, hörmətlər. Sən vətənlərim, dəyərli xalqım, qiymətli millətim. Ulu Öndər Heydər Əliyevin bizə miras qoyub getdiyi, bizi mənən və ruhən birləşdirən Dünya Azərbaycanlılar Günü münasibəti ilə və yeni il münasibəti ilə hamınızı təbrik edirəm. Bizi tərk edib gedən 25-ci il qələbəmizin, zəfərimizin 5-ci ili idi. Qoy bu zəfər başda Ali Başkomandanımız, hörmətli prezidentimiz İlham Əliyev olmaqla bizi bütün Türk dünyasında, bütün dünyada yeni zəfərlərə götürsün. Bizim qalibiyyətimiz siyasətdə, mədəniyyətdə, ekonomikada hər zaman başda gedən xalqlar arasında, ilk sıralarda gedən xalqlar arasında olur. Mən sizi qucaqlayıram, sizə sarılıram və sizləri çox sevirəm.